Nardavi rahimehullah buyurur ki, bil ki, və burada alimlər va'lem niyə görə gətirir? Yəni bil ki, diqqət çəkir. Yəni bu kəlama diqqət elə. Bil ki, danışığın şərtləri var. Yəni insan boş-boşuna danışmır. Onun da şərtləri var ki, o şərtləri yerinə yetirdiyin müddətcə sən xeyir içərisində olacaqsan. Buyurur ki, danışan kəs bu şərtlərə əməl etməsə, xətadan xilas ola bilməz və nöqsanlardan uzaq qala bilməz. Və bu şərtlər də hansılardır, qardaşlar? Buyurur ki, vahiyyə ərbəətü şurutin. Yəni, danışığın 4 şərti var. Diqqətli olaq. Onlardan birincisi odur ki, fəşşərtul əvvəlu ən yəkunəl kələmu lidə'in yəd'u iləyhi. İmmə fi ictiləbi nəf'in əv fi dəf'i dararin. Birinci şərt odur ki, danışmağa bir ehtiyac olmalıdır mütləq. Bu ya xeyir əldə etmək və ya bir zərəri dəf etmək üçün olmalıdır. Yəni, bu şərtlə danış. Ya o danışıqda xeyri əldə edəcəksən, ya da ki, zərərdən uzaqlaşacaqsınsa danış. Bu birinci şərt. Və şərtu thani, ikinci şərt, ən yətiyə bihi fi məvdəih və yətəvəxxa bihi isabətə fursatih. Sözü öz yerində və məqamında deməlisən və onun düzgün vaxtını gözləməlisən. Yəni, insan necə gəldi danışılmalıdır. Sən o sözü öz yerində deməlisən, çünki söz yerində deyildikdə qiymətli olur. Və o sözün münasib olduğu fürsəti axtarmalısan. Bu da ikinci şərt. Və şərtu thəlith, üçüncü şərt, ən yəqtəsira minhu alə qadril həcə. Sözü yalnız ehtiyac olduğu qədər deməlisən. Ehtiyac olduğu qədər danış, yəni. Ona ki, deyirlər, qısa və öz. Qısa və öz danışmaq. Bəzən görürsünüz ki, insanlar, yəni ətrafında olan insanlardan bəziləri bu cür olurlar. O insanlar danışanda sənin ürəyindən keçir ki, kaş ki, bu sussaydı. Niyə görə? Ehtiyacında, qədərində danışmadığına görə, hikmətsiz danışdığına görə, boş danışdığına görə sənin ürəyindən təmənni keçir ki, kaş ki, sussaydı. Və bu insanı bu hala salan odur ki, yəni həmin bu Şeyx Hafizullahın İmam Məvardi Rahiməhullahdan gətirdiyi bu şərtlər. Yəni buna əməl edirsə, həm insanın cəmiyyətdə, həm dostlarının yanında, həm qardaşlarının, yəni ümumiyyətlə cəmiyyətdə insanın hörmətli olmasına, hikmətli olmasına səbəb olur. Ona görə danışdınsa, qısa və öz danışmalısan. Elə etmək ki, o danışıq səni yəni hörmətdən salsın. Və həmçinin sələflərdən biri belə deyərdi ki, yəni elə danış ki, insanlar sənin danışmağın üçün darıxsınlar. İnsanlar sənin danışmağın üçün darıxsınlar. Və şərt-i rabi'u və dördüncü şərt isə qardaşlar, ən yətəxəyyərəl ləfzəlləzi yətəkəlləmu bihi. Və dördüncü də mühüm şərtlərdən biridir. Buyurur ki, danışacağın zaman sözləri diqqətlə seçməlisən. Danışacağın zaman sözləri diqqətlə seç.